Verilişin sponsoru Pasta del Capitano, Avropanın ilk diş macunu. Həyatda bağlı qapılarla yanaşı üzümüzə açıq olan qapılar da var. Əsas odur ki, bizim diqqətimiz bağlı yox, açıq qapıların üzərində olsun. Əgər həyatın qapıları sizin üzərinə açmadığınızı düşünürsünüzsə, o zaman o qapıları özünüz açın. Xoş gördük. Bugünkü proqramda onurğa xəstəliklərinə kompleks yanaşma, gözəllik zərurətdirsə, hər mənada çempion kivi, çəki azaltmaq üçün pəhrizlər. Biz həmişə belə sağlam həyat tərzindən danışırıq və müəyyən xəstəliklərdən danışırıq. Ancaq insanın görünüşünün və onun hərəkət etmə qabiliyyətinin də çox əsas bir şey olduğunu söyləmək məcburiyyətində. Yəni, çox vacib bir şeydir. Nədir? Qaməti düz saxlamaq. Qaməti düz olan insanın daha yaraşıqlı və daha sağlam olduğunu düşünürlər. Bizim bugünkü mövzumuz qamətdə özünü ən böyük rol alan, orqan olan onurğa və onurğa sütunu xəstəlikləri haqqında olacaq. Mən istərdim ki, mövzumuzun müzakirəsi üçün qonağımızı təqdim edək. Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimi vertebrolog İradə xanım Hacıyeva bizimlə bərabərdir. İradə Hacıyeva 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1993-cü ildən birinci dərəcəli həkimdir. 2011-ci ildə ilin həkimi diplomuna layiq görülüb. Son 16 ildə vertebrologiya sahəsi ilə məşğuldur. Rusiya, Almaniya, İranda ixtisas artırma təcrübəsi keçib. Vertebra Onurğa Tibb Mərkəzinin baş həkimidir. Xoş gəlmisiniz İradə xanım. Xoş gəlmisiniz. Biz ümumiyyətlə onurğa xəstəliklərinin başlama mexanizmindən danışsaq, yəni bildiyim qədər sizin klinika, sizin mərkəz ixtisaslanmış mərkəzdir və sizi nə narahat edir bu məsələdə özəlliklə? Deməli, onurğa biz bilirik ki, dayaq hərəkət sisteminin əsasını təşkil edir. Onurğa xəstəlikləri son zamanlar çox cavanlaşıb və Vertebra Onurğa Tibb Mərkəzi əsasən bu yalnız bir xəstəlik, yalnız bir onurğa ilə məşğul olduğumuza görə insan anadan olan bir günündən son gününə qədər onurğaya aid olan hər bir xəstəlik, onurğada baş verən hər bir patologiya, həm onun profilaktikası, həm də onun sağaldılmasına, müalicəsinə yönələn bir hissəni seçdiyimizə görə bizi nə narahat edir? Deməli, axır vaxtlar demək olar ki, onurğa xəstəlikləri çox cavanlaşıb. Məsələn, keçən əsrin axırlarında yalnız 60-65 yaşda təsadüf olunan bir xəstəliklər, bugünkü gün onurğa xəstəlikləri hardasa 19 yaşda, 18 yaşda fəqərarası disk yırtığı ilə bizə müraciət edirlər. Əgər əvvəllər biz skalyozları, kifozları müşahidə eləyərdiksə, ibtidai siniflərdə deyil, keçid dövründə, indi 4-5 yaşında uşaqlarda biz skalyoz kifozları görürük, həddindən artıq artdığını görürük. Nədir bunun səbəbi? Bir çox səbəblər var. Yox, burada bir çox səbəblər var. Mən indi onu açıqlayım. Onurğa xəstəliklərinin, əsas onurğa xəstəliklərinin başlama mexanizmi barədə məlumat verir. Belə bir onurğaya baxsaq, insanlar çox onurğa nə olduğunu bilməzsə, belə skeletdə göstərsək, bax bu arkada gördüyünüz, bax bu düz, üst-üstə belə kiremit kimi düzülmüş, bax bu sümüklərdə meydana gələn onurğa sütunudur, deyil mi? Bəli. Göründüyü kimi onurğa 32 fəqərədən ibarətdir. Belə baxsaq, bu fəqərələr fəqərarası disklə, hansı ki burada şəffaf rəhlə görsənir, bir-birindən ayrılıb. 4 mm bu fəqərarası diskin enidir. Və düz boynun dalından büzdümə qədər onurğadan 32 cüt 64 sinir çıxır. Gəlin bu orqanın quruluşunu mən izah edeyim, fərdi bir quruluşunu. Məlumdur ki, 23 yaşından fəqərə və fəqərarası diskə gələn damar bağlanır, əsas damar. Deməli, bu orqanın qidalanması başqa orqanlardan fərqlənir. Eyni zamanda fəqərə və fəqərarası diskin sinir reseptorları yoxdur. Bütün həkimlər bilir ki, ağrı hissini reseptorlar verir. Əgər bir orqanı 23 yaşdan sonra həm qidalanması, həm də onun sinir təchizatı bu dediyim qaydadadırsa, deməli, bundan sonra onda gözləniləcək nə? Destruksiya, degenerativ dəyişikliklər, yəni onun quruluşunun pozulması. Belə ki, həm qidasız, həm sinirsiz qalan bir orqan dağılmağa, üzü dağılmağa doğru gedir. Yəni, söhbət hər iki fəqərənin arasındakı disklərdən gedir. Həm fəqərə, həm də disklərdən. Bəs bu orqan nə ilə qidalanır? Bu orqana bütün qida maddələri, bütün mikroelementlər, kalsi, fosfor, bütün qidalı maddələr çatır ətraf toxumalardan su vasitəsilə difüziya edərək.
Gəlin biz belə götürək. Əgər sutkalıq norma su içmək üçün su insanın qida norması hardasa litr yarım, 2 litrə qədərdirsə, biz bunu qəbul etmiriksə, birinci deməli madələn vadəsinin pozulmasını götürdük, ikinci dehidratasiya, suyun çatışmamazlığını götürdük və bunun üstünə üçüncü başlayır mərhələ degenerativ distratit dəyişiklikləri, yəni orqanın quruluşunun pozulması. Və bunu bizə ağrı şəklində nə verir? Ətraf toxumalar bunu hiss eləyir, bizə çatdırır. Və bu ətraf toxumalar nədir? Vətərlər, əzələlər, bağlar, ətraf miofascial toxuma. Deməli, bundan başqa inkişaf etmiş dövlətlərdə bilirik ki, hərəkətsizlik yaranır. Və bu hərəkətsizlik özü bu fəqərə arası diskin sıxılması kompresiyası üçün bir amildir. Deməli, su birinci, hərəkət ikinci, bu orqanın sağlam qalmağı üçün bir səbəbdir. Bundan başqa, bura nə gəlir? Artıq çəki. Hədinə, normadan artıq çəki bizim onurğamız üçün əlavə yükdür. Əlavə buna nə patologiya, osteoxondrozun, protruzyanın, fəqərə arası disk yırtıqlarının əmələ gəlməsinə əlavə nə təkan verir? Təkan verici bir amil də demək olar ki, insanların gün ərzində 2 saatdan, 3 saatdan, 6 saatdan artıq oturaq vəziyyətdə olmasıdır. Oturmasıdır. Belə biz nəzərə alsaq ki, ofislərdə, şirkətlərdə iş adamları, bunların hamısı tələbələr, orta məktəbdə, ibtidai oxuyanlar, bunların hamısı hardasa 2-3 saatdan artıq oturur. Deməli, bizdə bu patologiya üçün bir təkan yaranır. Bəs baxaq, skalyoz kifozların yaranmasına təkan verən səbəb nədir? Bəs hansı yaş həddində biz skalyoz kifozları daha çox nəzarətə götürməliyik? Skalyozun birinci ki, ümumiyyətlə skalyoz onurğanın sağa, sola və yaxud da ki, arxaya, gövdənin önə doğru əyilməsidir. Əgər valideyn... Yəni, normal əyriliklərindən... Ümumiyyətlə, onurğanın 4 əyriliyi var. Birinci əyrilik boyundadır, ikinci döş fəqərələr nahiyəsində, üçüncü beldə önə qədər, omada arxaya qədər. Yanlış bir fikirdir ki, onurğasında patologiya yaranan insan düz, bərk yatacaqda yatmalıdır. Xeyr, onurğanın normal əyrilikləri var, düz yerdə yatmaq, bərk yerdə yatmaq onu daha da fəsadlaşdırır. Lazımdır ortopedik yatacaqda yatmaq, yəni mən izahat verdikcə məsləhətlərimi də verim. Hər bir insan həm sağlam, həm skalyozu, həm onurğasında osteoxondrozu olan bir insanlar yatmalıdır ortopedik yatacaqda. Kök adamlar sərt yatacaq seçməlidir, arıq adamlar yumşaq yatacaq ortopedik seçməlidir. Ancaq o normal çəkidə olanlar isə yarım sərt ortopedik yatacaqda Amma yatmalıdır. belə bir şey deyə bilərikmi ki, yəni əgər ortopedik yatağınız yoxdursa, taxtda yatmaq yumuşaq yataqdan daha yaxşıdır. Elə bir söz deyə bilərik, yoxsa bu söz özünə düzgün elə mən onu çatdırmaq istəyirəm ki, o düzgün deyil. Çünki onurğanın əyrilikləri var. Onurğanı düppədüz eləmək lazım deyil. O sinir şaxələ, elastik bir onurğa, hansı ki, keçid dövrünü yaşayan bir uşaq üçün, onurğanı düz yerdə, bərk yerdə yatızdırmaq düzgün deyil. Ortopedik yatacaq seçilməlidir. Bəs yaxşı, bəs indi onsuz da ümumiyyətlə arxası üstə yatmaq çox tövsiyə olunmur. Yəni, arxası üstə yatmaq ümumiyyətlə həm tənəffüs üçün də, xoruldamaq üçün də, ürək-damar çaşmalıdır. Məsələn, yan tərəfdə yatmaq onurğa üçün əgər yan tərəfdə böyrü üstə çevrilmiş bir adam nə cür mövqeyə tutmalıdır yatacaqda? Deməli, qol önə doğru sallanmış olmamalıdır. Qol bədənə paralel qoyulmalıdır. Üstə olan ayaq isə dizdən qatlanaraq önə doğru keçməlidir. Ki, bədən öz müvazinətini itirib qabağa seçməsin. Bel və boyunda patologiya yaranmır. Belə götürək, ümumiyyətlə həm oturaq, həm də ayaq üstə olan insanlarda boyun fəqərələrinə, 6-cı, 7-ci boyun fəqərəsinə və L4, L5, L5 S1-ə ağırlığın düşməsi bir aksiomadır. Bir balaca da mən skalyozlar hansı yaş həddində valideyn daha diqqətli olmalıdır, onu çatdırım valideynlərin nəzərinə, bəli, yaş həddini. Deməli, ailə qurmaq istəyən qızlarımız əgər bilmirlərsə, onlarda birinci, ikinci dərəcə skalyoz var. Ailə qurduqda hamiləliyin 7-ci ayında, mən dəfələrlə demişəm, uşaqlarda döldə tük, dırnaq, sərt damaq, yumşaq damaq, bundan başqa sümükləşmənin tam formalaşması, dişlər, bunların hamısı əmələ gəldiyinə görə bədəndə bir çox mikroelementlərə, fosfordur, maqnezidir, xondroksitdir, bütün bəli, kalsiyumda ən əsası, bütün mikroelementlərə tələbat artır. Gəlin baxaq. Özündə skalyozu bilməyən, birinci, ikinci dərəcə skalyozu bilməyən, çünki çox cüzi olur birinci dərəcədə əlamətlər, bilməyən bir anadan doğulan uşağı biz risk qrupasına götürürük. Bəs skalyozun əlaməti nədir görüntüdə? Belə baxdıqda biz çiyinin birinin aşağı, birinin yuxarı olmağı, orada məndə şəkil var, sxem şəklində, Sevda xanım, baxın, balaca uşaqdır, yəni bugünkü gün
6 ayında da, 4 yaşında da, 7 yaşında da bizə skoliozla müraciət edirlər. 6 ayında. Hətta 6 ayında. Baxaq, çiyinin birinin aşağı, ayaq üstə durmuş uşaqda çiyinin birinin aşağı olmağı, kürək tillərinin fərqli olmağı, burada görüntü görünür, paltarın bir tərəfin aşağı, bir tərəfə skolioz deməkdir. Bu, əgər 4 yaşında, bu yaşda valideyn uşağa belə görüntüyə baxmırsa, fikir vermirsə, 4 yaşında belə bir vəziyyətdə olan uşaq 12 yaşında o vəziyyət yaranır. Artıq o vəziyyət bizdə skoliozun 3-cü, 4-cü dərəcəsi hesab olur. Gəlin baxaq, skoliozun əsas görünən əlamətləri nədir? Çiyin fərqi, kürək tinlərinin fərqi, yan büküşün içəriyə doğru batması, önə doğru əyilmiş uşaqda qabırğa donqarlığının görüntüsü. Baxın, önə doğru əyilmiş bir bədəndə skolioz bu qabırğa donqarlığını bu dərəcədə vermiş olur. Yəni, burada artıq səviyyədədir? Artıq bu 4-cü dərəcə hesabdır, bəli. Burada yan büküşün bu dərəcədə batmağı, kürək sümüyün arxaya çıxmağı müşahidə olunacaq. Əgər biz nəzərə alsaq ki, və sonunda rotasiya, gövdənin burulması, tarsiya, gövdənin yana yıxılması, çanaq fərqi o dərəcədə ola bilir ki, ayaq yerdən qalxır. 15-20 dərəcəyə qədər. Və yanlış müalicələr olur bəzən. Yanlış müalicələr olur, necür? Burada uşaqlara təyin eləyirlər ayaqqabı və dabanı çox qalın. O çanağı yuxarıda saxlayır. Ortopedik ayaqqabı kimi. Bəli, biz bunu qəbul eləmirik. Çünki əsas işlədiyimiz bu metodlar əsasən Rusiyanın, Almaniyanın klinikalarının metodlarıdır ki, burada biz nə ortopedik ayaqqabıdan, nə korsetdən, nə heç bir əməliyyatdan istifadə etmədən zəmanəti nə cür verə bilirik? 1-ci, 2-ci dərəcədə 100% bunu yaxşılaşdırmaq olur. 3-cü, 4-cü mərhələdə prosesi dayandırmaq, korseti çıxardıb atmaq və haradasa ön mərhələyə keçirtmək. Belə götürək, izahatı verim. Uşaq doğulub. Elm sübut eləyib ki, 4 ayaqlı heyvanlarda bu xəstəlik yoxdur. Gəlin baxaq, 2 ayında uşaq üz üstə qoyulmalıdır, uşaq başını qaldırmalıdır. Bunu hamımız bilirik. Əgər valideyn bunu eləmirsə və 6 ayında o uşağı oturmaq istəməyəndə oturmağa məcbur eləyirsə, artıq biz skoliozunmu, kifozunmu özünlü qoymuş olacağıq. Deməli, uşaq iməkləməlidir. Tutaraq qalxmalıdır. Sonra ona köməklik vermək olar ki, ağırlığı, bu köməklik də nədir? Məsələn, o dövlətlərdə xüsusi bir belə manjet var. Qoltuğun altından keçib tutmaq ki, o yeriyəndə sən ona kömək eləyəsən, ağırlıq düşməsin. Və uşaq iməkləyib sonra yeriməlidir. Bu vaxtda valideyn nəzərə almırsa, gəlir çatır 4-5 yaşında. Sentyabrın 15-də məktəbə hazırlaşan bütün valideynlər mütləq uşağı vertebroloqun müayinəsindən keçirtməlidirlər. Əgər 4 yaşında, yox. Oturacaqlar, çanta daşıyacaqlar. Əsas, bütün uşaqlar onu daşıyır. Bu sağlam uşaqda nə cür yaranacaq? Deməli, əzələ tonusu zəif olan bir uşaq, onsuz da 3-4 saat fiziki və psixi yüklə yüklənirsə o ibtidai sinifdə, ağır çanta və kürəkdən asılması, ağır çantanın çiyinin bir tərəfindən asılması bizə səbəb olur ki, skolioz 1-ci, 2-ci dərəcə yaransın. Bu mərhələdə də valideyn nəzərə almasa, onda keçid dövründə biz hər 5-6 müayinədən keçən, çünki klinikamızda xəstəliyin profilaktikasını təşkil etmək üçün 20 yaşa qədər uşaqların, ümumiyyətlə institut tələbələri fərqi yoxdur, orta məktəb ibtidai sinif uşaqlarının hamısının pulsuz müayinəsini təşkil etmişik ki, bu profilaktika təşkil olunsun. Deməli, əgər bu yaşda da təyin olunmursa, keçid dövründə 1-ci, 2-ci dərəcə əvvəlcədən varsa, bu keçir 3-cü dərəcəyə və artıq bu vaxtı valideyn narahat olmağa başlayır ki, görüntü qabırğa donqarlığı da var, çanaq fərqi də var. Əgər o vaxtda görməsə, ali təhsil ocağında qəbul olunmuş və yaxud da ki, ailə qurmağa hazırlanmış bir qız çanaq fərqindən ailə qurursa, bütün həkimlər bilir. Uşaqlıq antiverziyo, antifleksiyo vəziyyətində olur. Əgər çanaq fərqi yaranırsa, santı yarım, 2 santimetrə qədər çanaq daxili orqanların funksiyası pozulur. Bir də bu ayaqqabı məsələsini mən istərdim ki, sonuna qədər söyləyəsiniz. Yəni, oradakı yanlışlıq nədən ibarətdir? Yanlışlıq, yəni burada çanağı bərabərləşdirmək, ayağı normal vəziyyətə gətirmək lazımdır. Nəinki qamış sümüyündən kəsmək, nəinki orada daban qoymaq, yəni bu hadisələrlə biz daha da qaldırmaq. Bu çanağı eyni vəziyyətə biz gətirsək, onurğa öz əvvəlki vəziyyətinə gəlib çıxır. Müalicə 3 mərhələdə aparılır. 1-ci mərhələ
prosesin dayandırılması. Üç mərhələəcə. Bəli, 3 mərhələdə. İkinci mərhələ korreksiya, tam ikinci mərhələ. Üçüncü mərhələ isə bunu möhkəmləndirmək. Gəlin belə götürək. Çanaq sümüyü və kürək sümüyü bədəndə ən böyük sümüklərdir həcm cəhətdə. Bəli, yastı və iri. Çanaq sümüyünün qalxmağını daha hasant bərpa eləmək olur. Nəinki kürək sümüyünün arxaya çıxmağı. Çünki buradan görüntüdən aydındır ki, körpücük sümüyü həm öndə döş sümüyünə, həm bu hissiyə. Bazı sümüyü 2 hissədən fiksasiya olub. Kürək sümüyü isə yalnız bu oynaqda fiksasiya olub. Qabırğanın donqarmağı kürək sümüyü çox qabarıq şəkildə arxaya verir. 4-cü dərəcədə skalyozu olan bir valideyn onu fikirləşməlidir ki, ən azından bu görüntü, əlil vəziyyətində olan bir görüntü aradan qalsın. Bu kürək sümükləri yerinə otursun. Bu o qədər də hasant bir şey deyil. Doktor, korset dediniz çıxarılır, kənara qoyulur. Nə üçün? Adətən əksinə bu problemləri düzəltmək üçün korsetdən istifadə edirlər. Deməli, keçən əsrin ortalarında korsetlər taxılırdı. Amma bir halda ki, dünya səviyyəsində elm inkişaf eləyib, təzə bütün aparatlar, təzə bütün, necə deyərlər, üsullar varsa, biz də ondan istifadə eləməliyik. Korset qarnın ön divarını gövdənin arxa divarına sıxır. 1. Daxili orqanların funksiyasını pozur. 2 həftə korset taxmış uşaqda əzələ atrofiləşir və 2 il müddətinə psixoloji təsir göstərir. Psixoloji təsir göstərir, onu mən qeyd eləyərəm. 2 il müddətinə korsetdən istifadə eləmiş bir uşaqda diafraqma yırtığına kimi gedib çıxır. Qarın boşluğu orqanları sallanır. Mədə, mədə-altı vəz, qaraciyər, öd yollarının diskineziyasına, pozğunluğuna səbəb olur və bağırsaqda spastik ağrılar olur. Buna görə biz korseti kənara qoyuruq. Və eyni zamanda biz həm də dərmanlardan istifadə eləmirik və buna da səbəb nədir? Çünki bayaq mən qeyd elədim, ağrı simptomunu itirməyi biz düzgün hesab eləmirik. Yəni, ağrı bizdə svetoforda qırmızı ışıq kimi bir şeydir ki, yəni burada patologiya var, onurğanın fəqərə-fəqərası diskin özündə. Bir məlumatı da çatdırım, yəni biz müalicəni başlayırıq və sonunda ağrının itməsi, dərmansız başlanan bir müalicənin sonunda ağrının itməsi göstərir ki, artıq patologiya qalxıb. Gəlin belə baxaq. Bu onurğada boyun nahiyəsindən çıxan sinirlər yuxarı ətraf barmaqların ucuna qədər gəlir. Beldə L4, L5-dən çıxan sinirlər isə aşağı ətrafa gedir. Eyni zamanda döş nahiyəsindən çıxan sinirlər isə qarın boşluğu orqanları, kiçik çanaq orqanları, boyundan çıxan baş. Hansı sinir, hansı yeri sinir trafik qidalandırırsa, orada da bizim orqanlarda funksional pozğunluqlar yarana bilir. Mən demirəm hansısa bir xəstəliyi birbaşa onurğadan çıxan sinir əmələ gətirir. Yox, bu düzgün alınmaz, savadlı bir cümlə olmaz. Amma əgər orqanda xəstəlik varsa, bizdə də bel nahiyəsində L4, L5, L5, S1-də fəqərarası disk yırtığı varsa, osteoxondroz əlamətləri varsa, o orqanın dərmanla müalicəsi çətinləşir, xroniki vəziyyətə keçir. Təkrarı müalicələr alsa da baxırlar ki, artıq bu alınmır. Deməli, belə bir fikir var idi ki, fibromalar, miomalar, mastopatiyalar, eyni zamanda prostatitlər, bir çox xoşxassəliklər var ki, onlara elektrotoklar olmaz. Həqiqətən də olmaz, indi də olmaz. Amma elə bir son avadanlıq, elə bir son müasir tipli bir avadanlıq varsa, var ki, onu işlətmək bu xəstələr üçün əks göstəriş deyil. Deyil, bəli. Bundan başqa mən bir haşiyədə çıxım. Burada görürsünüz ki, qabırğalar, necə deyim, qığırdaqdır. Ön hissədə qabırğalar qığırdaqdır. Gəlin baxaq. Klinikaya müraciət edib xəstə sinə qabarıqlığı ilə, sinə batıqlığı ilə, döş qəfəsi deformasiyası ilə, döş boşluğunda yerləşən orqanların funksiyasını pozur. Heç bir yerdə ön tərəfdən proseduralar olunmur. Əgər biz məntiqlə fikirləşək, kürəyi normal vəziyyətdə saxlayarıqsa, kürəyi düzləndirən əzələləri bərkidəriksə, onurğanı düzgün saxlayarıqsa, bu ön tərəfdə olan qığırdaqlar 23 yaşında, 21 yaşında sümükləşənə qədər gözəl bir forma alınır. Nəinki o qabarıqlıq artar, nəinki çökələr, daha da öz yerini tapar böyüdükcə. Bundan əlavə bir çox xəstəliklər var ki, skalyozların əmələ gəlməsinə, artmasına onlar da səbəb olur. Yəni, bunu biz nəzərə almalıyıq. Onlar hansılardır? Yastı ayaqlıq, bayaq dediyim kimi sinə batıqlığı,
körpə uşağın düzgün geyindirilməməsi, yatacağın düzgün seçilməməsi, sonra bir çox sinir xəstəlikləri var ki, DÇB-dir, tetraplegiyadır, hemiplegiyadır. Yəni bu xəstəliklərdə uşaq bir tərəfli hərəkət eləyir və valideyn ancaq nevroloji müalicəni fikirləşir və nəzərə almır ki, bu uşaqda onurğa əyilib gedir. O uşaqlar da müalicəni götürməlidirlər ki, onurğa düzlənsin. Eyni zamanda mən əlavə eləyim bura raxitin deformasiyalarını. Elə raxitik deformasiyalar var ki, artıq döş qəfəsinin deformasiyası onurğanın əyilməyinə səbəb olub və onurğanı əyir. Travmadan, sınıqlardan sonra ətrafda əzələ tonusu zəifləyir. Baxırsınız ki, kontraktura verib, valideyn fikir vermir, artıq onurğa bir çiyin sallanır, onurğanın əyilməsinə səbəb olur. Bu şeylər əsasdır. Həqiqətən bu onurğa xəstəlikləri çox geniş bir mövzudur. Bəli. Yəni hər bir haqda ətraflı danışmaq olar. O qədər var ki. İndi mən başqa bir məlumatı da çatdırım. Yalnız skalyoz, kifoz, osteoxondroz barədə danışırıq. Bəs gəlin görək, arxa planda Bexterevlər durur. Arxa planda Sherman-Mao kifozları durur. Bu görüntü nədir? Mən bunu elə verim, bu dəqiqə mən açıqlamasını. Evdə ana oturur və uşaq qabaqda ayaq üstə durur. Baxın burada. Ana oturub burada. Uşaq qabaqda önə doğru əyilir, ayaqları baş barmağa tərəf. Arxadan baxan ana nə görüntü görür? Bu yanda qaldı. Bəli. Orada onurğa aydın görünəcək ki, S-vari mi əyilib, S-vari mi? Elə buradaca deyim ki, klinikaya müraciət edir valideynlər. Əlində 8 dənə, məsələn 6 yaşlı uşağa 8 dənə, 12 dənə rentgen şəkli. Gəlin baxaq. Bu şualanma bu uşağa lazımdırmı? Bizə rentgen şəkli nə üçün lazımdır? Açıq gözlə görünən bir görüntünün bu dəqiqə dünya həkimləri, yəni vertebroloqları hansı ki yığılırlar o simpoziumlara, konferanslara, şualamanın əleyhinədirlər. Bu xəstəliyin artmasına özü təkan verir. Gözlə görünən bir görüntünü təkrar-təkrar çəkdirməyin mənası yoxdur. Bir görüntü bəs eləyir ki, biz bilək, anadan gəlmə bu uşağın qüsuru onurğasında varmı? Məsələn, spina bifida varmı? Yoxsa yoxdurmu? Əgər bu görüntünü biz spina bifidanın olub-olmamağını, yəni yenə burada yeri gəlmişkən deyim, valideyn var, uşağının 14 yaşı var, enurezi var, gecə sidiyini saxlaya bilmir, illərlə müalicə alır, ancaq bilmir ki, bu uşağında bel nahiyəsində spina bifida var. O anadan gəlmə bir qüsurdur, arxa tinin anadan gəlmə olmaması deməkdir. Və bu spina bifidanı vaxtında klinikaya müraciət edən bir xəstədə biz bunu aşkarlamalıyıq. Sonra daban sporları barədə mən məlumat verim. Dabanda, buna daban mahmızı da deyirlər, daban bursidi də deyirlər. Daban sümüyündə xırda bir sümükçüklə çıxır və ayağın altında, topuqda kəskin ağrılar verir. Adətən 40 yaşından sonra yastı ayaqlarda, çox ayaq üstə duran adamlarda bunlar da yaranır. Əvvəllər bu operativ müdaxilə yolu ilə olunurdu. Bugünkü gün mən əminliklə deyə bilərəm ki, elə bir müasir avadanlıq var ki, cəmi 3 dəfiyə 15-20 dəqiqə vaxt sərf eləməklə daban sporlarını asanlıqla sağaltmaq olur. Sherman-Mao xəstəliyi barədə məlumat verin, bilsinlər valideynlər. Əgər kifoz varsa bu uşaqda, valideyn bilmirsə onda Sherman-Mao xəstəliyidirmi, yoxsa qocalıq kifozudurmu, yoxsa məktəb kifozudurmu? Bu diaqnoz dəqiqləşməlidir. Əgər Sherman-Mao kifozudursa, bu uşaq kənd təsərrüfatı işlərinə məşğul ola bilməz. Bu uşaq elə bir sənət seçməlidir ki, həddidən artıq gevdə önə doğru əyilmiş vəziyyətdə olmasın. Onda nə olur? Bu xəstəlik 96% irsən keçən xəstəlikdir. Bu xəstəlik olan uşaqda ağırlıq mərkəzi gevdədən kənara uşağı önə doğru yıxır. Gevdədən artıq yer kürəsinə düşmədiyinə görə önə doğru yıxır. Bəs Bexterev? Bütün Bexterevlər xarici dövlətlərdə müalicə alırdı. Ancaq bugünkü gün mən çox qürur hissi ilə deyirəm ki, həm Rusiyadan, həm İrandan, həm də başqa dövlətlərdə Bexterev xəstəliyi diaqnozunu qoydurmuş insanlar gəlib bizdə müalicə alır. Çünki biz onlar üçün o kompleksi yaratmışıq. Bexterev xəstəliyində irsən keçən, irsi faktora üstünlük verilir. O da 96% irsən keçən bir xəstəlikdir. Və burada baş hissə, hərəkəti sağa sola məhdudlaşır, çiyin önə doğru gəlir, sümük deformasiyası yaranır, yuxarı ətraf hərəkəti məhdudlaşır, yuxusuzluq yaranır, döş qəfəsi orqanlarının funksiyasını pozur. Vaxtında bu kompleks müalicəni, hansı ki Bexterevlara məxsus olan kompleks müalicəni götürmək, bu xəstəliyin progresiv inkişaf edən bir xəstəlikdir. Bu xəstəliyin inkişafının qabağını alır.
Hər halda bugün təbii ki, çox vacib mövzular və mən anladığım qədər vertebra onurğa tibb mərkəzində kompleks şəklində həm profilaktik tədbirlər görülür, həm müalicə aparılır, amma əsas yəni ilkin mərhələ valideyn üzərinə düşür. Yəni evdəki insanların diqqətinə düşür ki, 6 ayında 6-7 yaşında hər yaşın öz ona düşən kompleksi var. Məsələn, 14 yaşına qədər dünya standartında uşağı dartmaq olmaz. Onun onurğasını düzləndirmək üçün. Onun özünə məxsus, 6 aylıq uşağın özünə məxsus, 14 yaşlı uşağın özünə məxsus yanaşması var. Sizin veriliş çox yaşa verilişidir. Gəlin baxaq görək, insan çox yaşaması üçün nə etməlidir? Bizdə onurğa mərkəzidir, düzdür, sümük sistemindən məşğul olur. Amma əzələ önəmli rol oynayır. Düz 60-65 yaşından sonra çox yaşamaq istəyən bir insan mütləq mən deyən kompleksi ildə, bəli, öz orqanizminin qamətinin düzgün qalması üçün deməli 60-65 yaşdan sonra əzələ atrofiləşdiyini biz nəzərə alsaq, bu yaşdan sonra ildə 2 dəfə kompleks müalicəni götürmək bəs eləyər ki, həm əzələ tonusu, gücü, yükü normal qalsın, həm qamət normal qalsın. Biz də təşəkkürümüzü bildiririk. Çox sağ olun, çox ətraflı yəni söhbətinizə görə xatırlatmaq istəyirəm ki, təbabət bölümünün qonağı vertebra onurğa tibb mərkəzinin baş həkimi vertebrolog İradə xanım Hacıyeva idi. Avropanın ilk diş pastası olan Pasta del Capitana haqda danışmaq istəyirəm. Əslində bu brend altında həqiqətən çoxlu maraqlı ağız müdafiəsi üçün və müalicəsi üçün nəzərdə tutulan pastalar var, amma onlar arasında özəlliklə xüsusi yer tutan Pasta del Capitana Oxaktiv haqda xəbər vermək istəyirəm. Yəni söhbət ağardıcı pastadan gedir. Bu ağardıcı sistem, yəni Oxaktiv eyni zamanda Pasta del Capitana'ya aid, yəni ağardıcı sistem, ağız boşluğu üçün xüsusi qarqara, bütün bunlar tam təhlükəsizdir və dişlərinizdə heç bir həssaslıq yaratmır. O ki qaldı əlimdə tutduğum pastaya. Mən qeyd etmək istəyirəm ki, bu məcunun ağardıcı komponentləri olan Euroka HC molekulu eksklüziv formulu olan Oxaktiv əsasında yaradılıb. Bu kəşfə görə hətta Avropa Nüvə Enerji Agentliyi tərəfindən şirkət mükafatlandırılıb. Yəni bu molekula antibakterial təsir göstərir, eyni zamanda müalicəvi təsir göstərir və özündən aktiv oksigen buraxaraq diş ərpini yox etməyə qadirdir. Eyni zamanda dişlərin təbii ağlığına əlavə göz qamaşdırıcı bəyazlıq da bəxş edir. Aktiv oksigen diş ərpini 99% azaldır. Yəni şəxsən bunu təsdiqləyə bilərəm və 12 saat ərzində bax bu pasta öz effektivliyini qoruyaraq saxlayır. Eyni zamanda qeyd etmək istəyirəm ki, bu pastaların ümumiyyətlə üstünlüyü nədən ibarətdir və 4 həftə istifadə etdikdən sonra tam ağardıcı effekti siz görəcəksiniz. Aktiv oksigenin təsiri dişin minasını zədələmir. Əksinə mina daha da möhkəmlənir və müdafiə olunur və formulanın tərkibindəki bu mikrogranulalar diş ərpini dərindən və bütünlüklə təmizləməyə qadirdir. Dişlərin ehtiyatlı təmizlənməsi təmin olunur və damaq xəstəliklərinin eyni zamanda profilaktikasını həyata keçirmiş olursunuz. İtaliyada, yalnız İtaliyada istehsal olunan Pasta del Capitana məhsullarından gedirdi söhbət və hər halda daha bəyaz, daha gözəl təbəssüm istəyirsinizsə, o zaman Pasta del Capitana nişanına müraciət edin. Gözəllik zərurətdirsə, hər mənada çempion Kiwi. Çəki azaltmaq üçün pəhrizlər. Reklamlardan sonra çox yaşa proqramında.